Hamınızı şəxsiyyət vəsiqəsi verilişində salamlayıram. Biz bugün Məhəmməd Füzulini müzakirə edirik. Kimdir sözün əsl sahibi? Şairlər yoxsa ilahi qüvvə? Klassik ədəbiyyatımız həmişə bu sualın cavabını axtarıb. Əlində şam, həmin sualın cavabını axtaran ən böyük şairlərimizdən biri də ədəbiyyatımızın klassiki Məhəmməd Füzulidir. Yaxşı, kimdir o Məhəmməd Füzuli? Bu suala cavab vermək üçün biz studiyamıza dəyərli qonaqlarımızı dəvət etmişik. Firudin bəy, nə deyərdiniz? Kimdir o Məhəmməd Füzuli? Məhəmməd Füzuli mövcud olan bütün elmləri bilən, eyni zamanda kütlənin bilmədiyi, insanla Allah arasında olan rabitəni də mükəmməl bilən və onu həyatında tətbiq eləyən ölməz söz ustadıdır. Cəhər Cəfərli deyirdi ki, Füzuli Azərbaycan ədəbiyyatının üzərinə düşən ağır bir yük kimi onu həmişə əzib və onu öz çevrəsində, öz cazibəsinə tabi elətdirib və inkişaf eləməyə qoymayıb. Doğrudan da Füzuli elə böyük bir söz sənətkarıdır ki, ondan yuxarı söz demək mümkün deyil. Yaxşı. Şahin bəy, nə deyərdiniz? Kimdir Füzuli? Fars ədəbiyyatında, Əlişir Nəvai Özbək ədəbiyyatında, Füzuli Azərbaycan ədəbiyyatında qəzəl şeirinin ən böyük ustadları olublar. Əlbəttə, mən bir Azərbaycanlı kimi Füzulini özümə daha yaxın götürürəm və düşünürəm ki, Füzuli qəzəl yaradıcılığında müstəsna yeri olan və çox məşhur, əhəmiyyətli şeirlərini yazan və nəinki də ki, Azərbaycanda, bütün dünyada məşhur olan Qəzəlxandır. Qəzəlxan şairdir, mütəfəkkir şairdir, əqidəli şairdir. Oldu. Zəkilullah Bayramlı, tədqiqatçı alim. Qısaca nə deyərdiniz Məhəmməd Füzuli barəsində? Məhəmməd Süleymanoğlu Füzuli 3 dildə, Türk, Azərbaycan, Ərəb və Fars dillərində mükəmməl divan yaratmış, dünya ədəbiyyatında tayı bərabəri çox az rastlanacaq tək şairlərdən biridir. Eyni zamanda özünün dediyi kimi həm nəsr, həm nəzm, həm də tərcüməsilik fəaliyyəti göstərmiş, yenə təkrar edirəm, çox az rastlanacaq şəxsiyyətlərdən biridir. Yaxşı, çox gözəl. İndi görək ensiklopediya Məhəmməd Füzuli barəsində bizə əlavə hansı məlumatları verəcək. Buyurun. Məhəmməd Süleymanoğlu Füzuli 1494-cü ildə İraqda doğulub. O, Dədə Qorqudla eyni kökdən olan türklərinin Bayat boyundandır. Kərbəla və Nəcəfdə İmam Hüseyn və Həzrət Əli türbələrində xidmət edib. Səfəvilərin hakimiyyəti dövründə nisbətən sakit bir həyat sürən Məhəmməd Füzuli Türk divanını və bir sıra başqa əsərlərini bu dövrdə yaradıb. Şah İsmail Xətaya həsr etdiyi Bəngü Badə, Tiryək və Şərab poemasını da məhz bu dövrdə yazıb. Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaradıb. 1534-cü ildən İraq Osmanlı İmperiyasının tərkibinə keçdiyindən şairin həyatında yeni bir mərhələ başlayır. Leyli və Məcnun poeması bu dövrün məhsuludur. Sultan Süleyman qanuni şairə 9 axça təqaüd kəsməsinə baxmayaraq, məmurların özbaşınalığı nəticəsində Füzuli onu ala bilməmişdi. Şikayətnamə əsərini də bundan sonra yazmışdı. Ədibin Fəzli adında bir oğlunun da olduğu bildirilir. Məhəmməd Füzuli 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat edib. O, İmam Hüseynin məqbərəsində dəfn olunub. Gördüyünüz kimi Məhəmməd Füzuli Dədə Qorqud kimi eyni tayfadan, eyni soydandır. Bayat tayfasından. Yəni ki, bu mənim üçün çox maraqlı göründü. Doğrudan Dədə Qorqud da onun üçün onunla başlayır ki, bəs Bayat soyundan bir Dədə Qorqud dünyaya gəlir. Məhəmməd Füzuli də, yəni ədəbiyyatımızın qəzəl, əruz üzərində qurulmuş bir ədəbiyyatın, klassik şərq təfəkkürü üzərində qurulmuş bir ədəbiyyatın da banisi Bayat tayfasından. Bu mənə çox maraqlı göründü. Yaxşı, keçək onun həyatı və dövrü sualına. Firudin bəy, onun həyatı və dövrü bir-biri ilə nə qədər əlaqəli idi? O çox maraqlı bir dövrdə yaşayıb. Düzdür, bayaq ensiklopediyadan o məlumatı bizə göstərdiniz. O məlumat Sovet dövründə yazılıb. Bəli. Və bir xeyli səhv var orada. Aha. O lazım gəlsə o səhvləri də göstərə bilərik. Ancaq konkret sual qoyulubsa,
Füzulinin dövrü çox qarşılıqlı bir dövr idi. Elə bir dövr idi ki, Avropa qorxurdu, İslamdan qorxurdu, Türkdən qorxurdu. Ona görə də elə bir şərait yaratmışdı ki, iki qüdrətli dövlət, yəni Səfəvi ilə Osmanlı üz-üzə gəlsin və bunlar bir-biri ilə toqquşsunlar, güc tükənsin və beləliklə Avropa amanda qalsın. Bunu bütün Avropa istəyirdi, hətta təzə-təzə cülus eləyən Moskva da istəyirdi. Bəli. Yəni bunlar hamısı əlbir olub, xristian dünyası əlbir olub. Və həm elə həm bu cür mürəkkəb bir dövrdə bu Məhəmməd Füzuli öz yaradıcılığını Özü başlayır. Füzuli heç kəsdən qorxmurdu. Düzdür, Füzulini bizə elə təqdim ediblər ki, yazıq, belə həmişə elə bir ki, zülm çəkən, məzlum bir adam. Yox, elə deyil. Hansı bir şair sultana deyə bilər ki, ey olub sultan deyən dünyada məndən qeyri yox. Sən səni bir cüqdü bil, dünyanı bir viranı tut. Sultana üzün tutub deyir ki, ey olub sultan deyən, ey sultan olub sən də deyirsən ki, dünyada məndən heç kəs yoxdur, başqası yoxdur. Sən səni bir cüqdü bil, sən səni elə bir ki, bir bayquş hesab elə, dünyanı da bir viranı tut. İndi sən gəlib qonmusan, birazdan sorsan, uçub gelsən, bu xarabaya başqa bir bayquş gələcək. Yəni, sultanın heç itinə də belə söz demək olmaz deyə. Amma Füzuli o vaxt deyib, Bayaq siz dediniz ki, ensiklopediyada, Sovet dövründə yaranmış bu ensiklopediyada ciddi səhvlər var. Nədir o səhvlər? Məsələn, Allah belə axırıncı cümləni götürək ki, İmam Hüseynin məqbərəsində dəfn olub. Məqbərədə dəfn olmamışlar. Ayrıca bir təkkə idi. Bəli, orada 2 nəfər dəfn olmuşdu. Dədə bəylə Məhəmməd Füzuli. Dədə Ömər Rövşəni. Bəli. Və onun ikisinin də məzarını sonra bu Səddam Hüseyn söktürdü. Onun da cəzasını aldı özü. Demək belə çıxır ki, Məhəmməd Füzuliyə toxunan adam Məmməd Araz da deyib ki, toxunmaq olmaz. Bax, özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim. Və Səddam Hüseynin, necə deyərlər, taleyi çox qaranlıq oldu. Sualı yenə də sizə ünvanlayıram, eyni sualdır. Onun həyatı dövrü barəsində nə deyərdi Şahin bəy? Valla Həmid müəllim, mən Firidun Qurbansoyun dediklərindən şərikəm. Mənim. Və şəxsən özüm Bağdadda 2 dəfə olmuşam. Və İmam Hüseynin civarında dəfn olunub, məqbərəsində yox. Aha. Və dövr məsələsi. Dövr həqiqətən Həyatı və dövrü. Həyatı barəsində nə deyərdiniz? Həyatı, demək o adam İraqda doğulub, bir müddət Kərbəlada təhsil alıb, sonra Bağdada gəlib və bir neçə il Nəcəfdə yaşayıb. Və dövrün məlum elmlərindən yaxşı xəbərdar olub və hər elmi dərin mənimsəyib. Hətta bağışlayın, məsələn, özünün Əni Üsül Qəlb əsərində deyir ki, elm insanı xoşbəxtliyə gətirib çıxardmır. Siz bilirsiniz ki, onun Əni Üsül Qəlb əsəri Xaqani Şirvaninin Qəsidə-i Şiniyyəsinə nəzirə idi. Qəsidə-i Şiniyyə, yəni ki, Ş hərfi ilə bitən, fars dilində Ş hərfi ilə bitən bir belə qəsidə növüdür ki, hər şair belə yaza bilməz. Siz təsəvvür eləyin ki, Məhəmməd Füzuli Ənisül Qəlb əsərini Xaqaninin məşhur Qəsidə-i Şiniyyəsinə nəzirə olaraq yazır. Orada da xüsusi olaraq qeyd edir ki, bəs elm insana xoşbəxtlik vermir və burada iman məsələsini, helm məsələsini önə keçirir. Buradan da bir nəticə çıxarmaq olar ki, Məhəmməd Füzuli çox gizli elmlərə, təkcə tədris olunan elmlərə deyil, məxfi elmlərə bələd olan bir şəxsiyyət olub. Həmin əsərdə də bildirir ki, bəs Qəsidə-i Şiniyyə yazan digər şairlərdə olub, Xaqani, Dəhləvi, Cami 3 divarı varmış, belə deyir ki, ədəbiyyatın. Mən onun 4-cü divarını tikmək istədim. Lalə xanım, Leyli Məcnunda da həmin 3 duadan danışıb. Orada da 3 divar görüb, özü 4-cü divar bilib. Orada 3 sütun deyir. Bəli. 3 sütun. Kimlər də... Orada da Əmir Xosrov Dəhləvidir, Nizamidir. Yəni Leyli Məcnunun yazanlar. Bəli, o həmin 3 dahini 3 sütun adında bədiləşdirib. Özünü də 4-cü sütun bilib. Özünü 4-cü. Və ümumiyyətlə... 4 də bilirsiniz də, yəni ev deməkdir. Ərəb dilində də beyt həm ev bildirir, həm də ki, misra deməkdir. Yəni bir neçə dildədir, belə çıxır. İrfani dildədir Füzuli, dünyəvi dildədir Füzuli,
Məişət dilində də var Məişət- Füzuli. Siz razısınızmı ki, Füzulinin bax belə dünyavi həyatına biz çox istəyirik, belə önəm verək istəyirik, kimsə onun belə gerçək həyatını danışsın, necə məhəbbəti olub, atası kim olub, anası kim olub. Ancaq mən sizə dəqiq deyim ki, Füzulinin həyatı daha çox ruhi bir həyatdır. Ruhi aləmin həyatıdır. Yəni dünyavi həyat kim olub, atası kim olub. Bunlar bəlkə də o qədər əhəmiyyətli deyil. İdeyaların, fikirlərin həyatı, mənəvi bir fikirlərin dramaturgiyası. Məncə Füzuli daha çox bax bu cür şairdir. Onun üçün bir sualını, həmin sualı, eyni sualı ki, həyatı və dövrü sualını mən istəyirəm Zəkirullah Bayramlıya, tədqiqatçı alimə ünvanlayım. Nə qədər onun real həyatını biz bilirik, nə qədər onun belə ideyalarının fikrini, həyatını bilirik. O belə. Hem Füzuli'nin hayatını yeterince bilirik. Aynı zamanda çok az bilirik Füzuli'nin hayatı hakkında. Sözüm benim sözümün kuvveti o ensiklopediya verilen məlumat mən də bir öz münasibətimi bildirmək istəyirəm. Mənlə razılaşarlar ki, oturan qonaqlarımız Füzulinin doğum tarixi müəmmalıdır, doğru deyil əslində. Füzulinin ölüm tarixi dəqiqdir. Tarixi faktlar əsasında müəyyənləşib ki, o 1556-cı ildə İraqda baş verən böyük taun xəstəliyindən vəfat edib. Amma Füzulinin doğum tarixi, mən bu barədə bir məqaləm də var. Bağdatın yanındakı Hillə kəndində güya doğulubmuş, belə deyirlər. İndi söhbət əsnasında yəqin toxunacağıq o Bəngübadənin yazılma vaxtına, məqamına, şərtlərinə və s. Füzuli onu yazanda heç olmasa bir 20-25-30 yaşında olmalı idi. Bütün yəni bu bütün əksər tədqiqatçıların yeşdil rəyidir. Ona görə mən bu fikirdəyəm ki, Füzuli ən azı bir çox alimlərin fikridir. Bu mən də razılaşıram ki, Füzuli 1480-85-ci illər arasında təxminən dünyaya gəlib. Şahin müəllim dediyi kimi Bağdad həvalisində çox təzkirələrdə qeyd olunan kimi özünün dediği kimi, dəqiq dediği kimi, Füzulinin özünün dediği kimi Kərbəla qəsəbəsində, o zaman qəsəbə kimi məşhur olan Kərbəla qəsəbəsində doğulub, həyatının bir hissəsini Hillədə, Nəcəfdə təhsil almaq məqsədi ilə keçirib, atasıyla bir yerdə, ailəsiyle bir yerdə. Bəziləri deyir ki, Hillə müftisinin oğlu olub, ola bilər də, bu da ola bilər. Atası ola bilsin müəyyən dini vəzifələrdə olub. Bununla əlaqədar Füzuli də çox yaxşı təhsil alıb, dövrünün mövcud bütün elmlərini yiyələnib, çox yaxşı yiyələnib. Fitreten istedadlı uşaq olub. Doğuluşdan seçilmiş uşaq olub. Çox istedadlı uşaq olub. Özü də deyir bu barədə ki, seyti fəsahəti ilə sözüm tutdu aləmi, mən məhdi etibaridə bir tifli zəbun hənuz. Çox kiçik bir uşaq varkən hələ şeirlərim ağızlarda, dillərdə yayıldı, əzbərləndi. Şöhrətin bütün ətraf bölgələrə Hətta mən yayıldı. bildiyimə görə belə deyirmiş ki, mən uşaqlıqda şeir yazarkən heç dünya ədəbiyyatından, yazılı ədəbiyyatdan bixəbərdim. Və çox gözəl şeirlər yazırdım. Elə ki, başladım bu ədəbiyyatı öyrənməyə, digər şairlərin şeirlərini oxumağa, mən sarsıldım. Və deyir ki, mən bixəbər olanda daha istedadlıydım. Təxminən belə fikirlər də vardı, eləmi? Yox, Həmid müəllim, yaxşı qeyd edirsiniz. O deyir ki, çox tez mən qəzələ meyil göstərdim. Gözəlliyə, gözəllərə çox tez meyil göstərdim və fitrətimdə qəzəl yazmaq məharəti oyandı. Özümü saxlaya bilmədim, bir neçə qəzəl yazdım. Sonradan dərk elədim ki, öyrəndim ki, mənim elmi biliklərim azdır, zəifdir. Demir, savadsızam. Deyir, elmi biliklərim hiss elədim ki, azdır və özümü qəzəl yazmaqdan mümkün qədər qoruyub saxladım. Mümkün qədər özümü qoruyub saxladım. Dini və dünyəvi elmləri, ruhani və dünyəvi elmləri öyrənməklə məşğul oldum. Ömrümün bir xeyli hissəsini buna sərf etməli oldum. Yalnız ondan sonra şeir yazmağa, qəzəl yazmağa özümü bütünlüklə sərf etdim. O belə bir söz deyir. Bax, siz fikir verin. İstər Ənisül Qəlb əsərində, istər Leyli Məcnunda o üç şair haqqında danışır. Leyli Məcnunda deyir ki, Leyli Məcnun mövzusunu üç şair işləyib, mən də oldum dördüncü. Həmişə özünü dördüncü eləmək istəyirdim. Bax, Ənisül Qəlbdə deyir ki, qəsidə işləyən ki, Xaqani yazıb, üç nəfər Xaqanidir, Dəhləvidir, Cami yazıb, mən dördüncüyəm. Yəni, bir ev tikmək istəyir belə. Bəlkə həyatda da bu cür ev tikmək istəyib həmişə. Ədəbiyyatdan buna çatıb, dördüncü olub. Yəni, özü dördüncü olmaq istəyirdi. Özünü hər yerdə bunu göstərir. Bu çox maraqlı. Nə üçün? Çünki biz deyirik ki, bizim ədəbiyyatımızın, bizim qəzəlimizin üç dənə dahisi var. Füzuli, Seyid Əzim Şirvani, eyni halda
Əlağı Vahid. Ancaq Füzulinin ruhu bir gün hazır olsa o deyərdi, bəs dördüncü kimdir? Çünki o həmişə özü sanki dördüncü olmaq istəyib ki, dördüncü divar tikilsin. Firidun bəy, elə deyilmi? Doğrudan da o biz deyirik üçüncü, üç böyük qəzəli bizdə üç dənə böyük imza sahibi yaradıb. Ancaq Füzuli özü dördüncü adamı da istəyərdi olsun. Və dördüncü adam olacaqmı? Belə Füzulinin təbiri ilə desək. Füzuli birincidir. Birinci, aha, çox gözəl. Sən demə üçüncüdür, dördüncüdür, birincidir. Ancaq özünü dördüncü bilirdi. Hər yerdə, hər halda Leyli Məcnun mövzusunda özünü dördüncü bilmək istəyib. Qəsidə-i Şiniyə yazdığı Ənisül Qəlbi də deyiləcədir, elədirmi? Ənisül Qəlbi əlbəttə ki, o da qəsidədir, ayrıca bir əsər deyil. Əlbəttə ki, Nəzirə yazıb. Dediyiniz kimi, çox düz buyursunuz, elədir. Amma onun içində o biri qəsidələrdən, yəni adını çəkdiyimiz o dahilərin qəsidələrindən fərqli olaraq burada özünün son dərəcə böyük elmə sahib olduğunu göstərir. Məsələn, orada bir beyt var, deyir ki, yaxşı adam deyir, düşmənə deyir, ox da atsa, bu ox həmin o düşmənini sağaltmaq üçün bir vasitə olar. Ona görə ki, oxun ucu ya qızıldandır, ya gümüşdən. Bu iqloterapiyadır. İğnə batırma üsulu ilə müalicəyə işarə edir. Bəli. Bir yandan demək istəyir ki, yaxşı adam istəsə də pislik eləyə bilmir. Hətta pislik eləməyə çalışsa belə o bir yaxşılıq eləyir. Bəli, bəli. Çünki Allah Taala'nın seçdiyi yaxşı və pis adamlar var. Pis adamlar istəyir yaxşı iş görsün, əslində pis iş görürlər. Bəli. Amma yaxşı adamlar hətta istəsələr də pis iş görsünlər. Yaxşı iş alınır. Eyni zamanda həm də bu uzaq şərq təbabətindən də xəbərdar olduğunu bu bir beytdə bildirə bilib Füzuli. Füzuli nə yazıbsa hamısı elmə söykənçək yazıb. Necə deyir özü? Bəs nə üçün o elmi Deyirəm də, elmdən üstün bilərdi? Eşqidir hər nə varsa aləmdə, elmin bir qeyli qal imiş ancaq. Yəni alimlər həmişə bir-birlərini didişiblər. Yox, mən deyən düz, o deyir, yox, sən səhv deyirsən, mən deyirəm. Amma eşq insanları birləşdirib. Hansı eşq? Allaha olan məhəbbət. Necə deyər, Allah Teala buyurur ki, yapışın Allahın o möhkəm ipindən və dağılışmayın. Yəni bu Allahın möhkəm olan ipi hələ o eşqdir. O eşqdən hamı bir yerə yapışsa Allaha doğru gedəcək. Və Füzuli də buna çağırıb. Füzuli də Allaha məhəbbətə çağırıb. Bütün ruhu ilə insanların ancaq Allahın qabağında qul olmağına çağırıb. Allahın qabağında qul olsan, başqalarının ağası olacaqsan. Kiminsə özvə ağa hesab eləsən, hamının qulu olacaqsan. Füzulinin yaşadığı dövrdə çox gərgin siyasi durum var idi. Şairin yaşadığı Bağdad şəhəri Sultan Səlim imperiyası ilə Şah İsmail məmləkətinin toqquşduğu mərkəzi idi. Şairin Şah İsmailə həsr etdiyi Bəngibadə əsərində bu toqquşmaya bütün cavablar vardır. Sadəcə bütün cavablar açıq deyil, konspiroloji və kriptodur, yəni məxvidir. Lalə xanım, niyə görə məsələn bax Bəngibadə əsərində bu cür Ezop dilindən o istifadə edilir? Doğrudan bu Sultan Yavuz imperiyası ilə, Osmanlı imperiyası ilə Azərbaycan Səfəvi hökumətinin toqquşmasının məcazi bir təsviridir. Bax, nəyə görə iki türk hökümdarının bu savaşını o Bənglə Badənin, şərabın mübarizəsi kimi gördü. Və orada olan Noğuldur, Möhücdür, onlar kimdir məsələn? Yəni kriptoloji gizli əsərdir. Biz istəyirik onu nağlaşdıraq, açaq. Siz necə görürsünüz bunu? Mən sizin bir neçə sualınıza özüm münasibətimi bildirmək istəyirəm. Əvvəla Füzulinin dövrü. Sonra onun elmə münasibəti. Bəli. Sonra Ənisül Qəlb və daha sonra Bəngibadə. Bəli. Füzulinin dövrü burada Lalə xanım da qeyd elədi. Əlbəttə çox gərgin bir dövr idi. Həm yaxın Orta Şərqdə, həm bizim bölgəmizdə. Bəli. Yəni bir Qızılbaş imperiyası ilə Osmanlı xanədanının savaşı bunun faciəli sonluqları. Yəni Füzuli yaşayan dövr. Biz nəyə götürürük orada? Füzuli yaşamışdı həm Səfəvilərin hakimiyyəti dövründə. Bağdad 34-cü ilə qədər, 1534-cü ilə qədər Səfəvilərin hakimiyyəti altında. Yəni Azərbaycanın əlindəydi. Sultan Süleyman gəldi və Bağdadı zəbt elədi. Yəni Bağdadın fəthi artıq İraqın məğlubiyyəti demək idi. Yəni gərgin dövrdür. İkinci, onun elmə münasibəti. Elm əlbəttə Füzulinin nəzərində yüksək mərtəbədədir, amma eşq hər şeydən üstündür. Bayaq Firidun mənim dedi, elmə münasibətdə elm kəsbi ilə rütbə-i rifət arizu-i məhal imiş ancaq eşq imiş hər nə var aləmdə.
Elm bir qiyluqalimiş ancaq. Bayaq siz vurğuladınız. Doğrudan da elm Füzulinin nəzərində qiyluqaldır. Yəni cəncaldır. Əsas Xoşbəxtliyə gətirmir. Özü gətirmir. belə deyir. Gətirmir. Amma əlbəttə gətirir. Füzulinin bu fikrində müəyyən Elm qədər gətirir. O belə. elm əlbəttə. Elm qiyluqaldır. Amma o Füzulinin nəzərində bütün elmlərdən üstün eşqdir. İşte. Eşq imiş hər nə var aləmdə. Elm bir qiyluqal imiş ancaq. Və Gəlirik, bax, burada biz əsasən Bəngübadə əsərində mən istəyərdim deyim, niyə görə bax bu məcazi mənada qoyub Azərbaycan Səfəviyyə dövləti ilə Osmanlı İmperiyasının savaşını, Bəngübadə. bəli, Bəngübadə şəklində qoyub. Bəngübadədə iki şəxsiyyət üzbəüz qoyulur. Həm Şah İsmail, həm Sultan Səlim. Aha. Mənim bir məqaləm çıxmışdı bir neçə il bundan qabaq, Bəli, bəli. 20 il bundan qabaq. Çaldıranı aparan yol. Aha. O yol hansıydı? Bəli. Şah İsmail və Sultan Səlim arasında münasibətlər gərginləşdi. Bəli. Sultan Səlim Yavuz hakimiyyətə gəlməzdən əvvəl Sultan Bayazidlə Şah İsmailin münasibətləri o qədər gərgin deyildi. Amma Yavuz yəni qorxulu, qorxunc, İvan Grozno. Bu da Sultan Səlim. Və bunların münasibətləri kəskinləşdi. Və onların diplomatik məktubları var. 4 məktubu Sultan Səlim yazır. Bir cavab məktubunu Şah İsmail yazır. Və bu qarşıdurmada hər ikisi bir-birini yüksək şəxsiyyətlərə, hökmdarlara layiq olmayan sözlərlə, epitetlərlə təhqir edirlər. Bəli. Yəni biri deyir ki, sənə mən bəng göndərirəm, yəni tiryək göndərirəm. O birisi qadın paltarı göndərir və onu şərab içməkdə təqsirlandırır. Yəni burada allegorik şəkildə Belə çıxır ki, bax, bir sualımıza müəyyən qədər cavab tapa bildik. Demək, məlum oldu ki, Sultan Səlimlə Şah İsmail bir-birlərinə həm bəng deyiblər, həm də şərab deyiblər. Füzuli də bundan xəbərdarmış və Füzuli istəyib ki, məhz bu cür həmin ziddiyyət əks olunsun. əlbəttə bəng və badənin qarşılığı. Hər ikisi zərərlidir. Hər ikisi bəşəriyyət övladına, insan övladına layiq deyil. Amma bu qarşıdurmadan müəyyən qədər nəsihət var. Həm bəngə, həm badəyə. Həm Şah İsmailə və həm Sultan Səlimə. Eləmi, siz nəsə əlavə edərdiniz. Niyə görə Bəngübadə şəklində görür Sultan Səlimlə Şah İsmailin mübarizəsini? Mən bu sualı başqa cür cavab vermək istəyirdim. Hamı bu əsəri yəqin ki oxuyub. Bəli. Və orada əsər bilirsiniz ki, Azərbaycancadır da, Azərbaycan türkçəsindədir. Amma başlıqları farsçadır. Aha. Və qafiyəlidir. Özü qafiyəlidir. Qafiyəli Özü toplayanda, hamısını bir yerə toplayanda məsnəviyyat formalı şeir alınır. Aha. Füzuli bunu bilə-bilə bunu şifrələyib. Bu əsəri şifrələyib. Nədir? Bilirdi ki, hər hansı biri qalib çıxsa, üzü köçürülən vaxtı əsərin mütləq müəyyən hissələri oradan çıxardacaqlar. Mənə elə gəlir ki, çünki mən bunu xüsusi tədqiq eləmişəm. Bəli. Və mənim məqaləm də çap olunub bu barədə. Şah İsmail və Xətai Məhəmməd Füzulinin sənət güzgüsündə adlı bir məqalədir. Orada Füzuli nə edib? Mənə elə gəlir ki, hər ikisinə məktub, hər ikisinə ünvanlayıb bunu. Amma təbii ki, Sultan Səlim qalib sayıldığı üçün əslində qalib çıxmayıb. Orada heç kəs qalib çıxmayıb. Füzulinin əsərində də heç kim qalib olmadı. Amma orada belədir. Məsələn, fərz eləyək, Başədin Məthi Padişahı Zaman. Birinin başlığı belədir. O birisi, tutalım ki, bəhsin başlığı belədir. Başəd-in Məthi Sağı-i Dövran qafiyələndi. Burada qafiyələnməyən 8-9 demək misra var. Belə məlum olur ki, 8-9 misralıq hissə buradan çıxıb. Hələ ən kamil variantı ki, biz çap eləmişik. Məlum oldu ki, Bəngübadə əsəri tam deyil. Bax, indi bizim elmimiz, alimlərimiz ilk növbədə bax, o siz dediyiniz çatışmayan 8-ci, 9-cu təxminən 8-9 hissədir. O hissələr tapılmalıdır. Mən inanıram ki, tapılacaq. Onlar bütöv hala düşəndə biz onda biləcəyik kim qələbə çalıb. Sultan Səlim yoxsa Şah İsmail. Əslində çaldıran döyüşünün bir şrifti. Kriptosu, gizlinləri bu əsərdə gizlənir və mənə elə gəlir ki, bu mövzu məşhur qərb yazıcısı Dan Brown'un Leonardo'nun kodu əsərindən daha maraqlı bir süjet ortaya qoyur. Onu da deyim ki, Avropa mistik elmində
Helmə ilum deyirlər. İlum. Ülüm ilmin cəmidir. Yo, Avropada ümumiyyətlə bax bu ezoterik gizli elmlərə ilum deyirlər. İlum da elə həmin əslində elm sözünün biraz Akultik elmlər. akultik elmlərdə, yəni mistika ilə maraqlayan insanlara çatdırmaq istəyirəm ki, Füzuli həmin bax bu gizli elmə də bələdmiş. Firidun bəy dedi ki, onun 8-ci, 9-cu hissələri itib, güya ki, əsas cavablarda orada da əsər tapılsa çox böyük bir inqilab olar ədəbiyyatımızda. 8-9 hissə itib. Başlıqlar. Hə, səkkiz, Söhbət dokuz başlıqlardan Misra, gedir. misra başlıq. Aha, Başlıqdan getmir. Başlıq deməli hər hansı bir. Parçadır. Aha, buyurun, Başlıqlar biraz parçadır. mikrofon aydın. Deməli başlıqlar parçadır təbii. Bəli. Başlıqların ardından sonra şeir gəlir. Bəli. Başlıqları bir yerə yığanda 8 Məsnəvi alınır. Məsnəvi. misra burada qafiyələnməyən məsnəvi alındı. Hə. Qafiyələnmirsə deməli itib o. Aha. Füzuli çox səliqəli adam idi. O qədər səliqəli adam idi ki, hər sözün çəkisinin belə milliqramın Bəli, bəli. ölçüb deyirdi. Bəli. Burada da ola bilməzdi ki, Füzuli bunları qafiyələndirməsin. Sadəcə olaraq köçürdəndə kimisə xoşuna gəlməyib o hissə, pozub, təbii ki, başlıq da getdi də. Firidun mənim. Bir dəqiqə, Ümumiyyətlə- bəlkə həmin hissələrdə mən bayaq dedim də, o qələbəni bax siz deyirsiniz ki, Sultan Səlimə vermir, Şah İsmayıla vermir. Bəlkə o fəsillərdə elə qələbəni məncə elə Şah İsmayıl da verirdi. O da ola bilər, o da ola bilər. Ola bilər. Siz necə düşünürsünüz? Elm aləminə məlumdur ki, Füzulinin divanının avtoqraf nüsxəsi gəlib çatmayıb. Aha. Və amma onun xəttatlar tərəfindən yazılmış ayrı-ayrı nüsxələri dünyanı bürüyüb. Aha. Ola bilsin ki, o Firidun müəllimin irad tutduğu yerlər, yəni o çatışmazlıqlar Çatışmazlıq xəttat- deməzdik, sirlər. sirlər olsun. Xəttatlar tərəfindən nəzərə alınmayıb. İnanmıram. Çox güman. Mən Əgər inanmıram. başlıq yazırsa, Siz onu dediniz ki, Füzuli dəqiq adam idi. Çox dəqiq adam. Niyə yoxdur? köçürdəndə baxıb görür ki, Mən də onu deyirəm də. zaman, Xəttatlar yox, zaman fərz elə ki, o hissəni qəbul eləmir. Fərz eləyək də, fərz eləyək, belə təsəvvür eləyək ki, doğrudan da həm də belə məntiqlə də düz gəlir. Bu köçürülüb, fərz eləyək, Osmanlı İmperiyasında. Burada Sultan Səlimin adı var. Sultan Səlimlə bağlı orada müəyyən tutalım ki, işarələr var. Təbii ki, onu köçürməyəcəkdik. yenə xəttat məsələsidir. Yəni burada Füzulinin nöqsanı yoxdur. Füzulinin nöqsanı yoxdur. Nöqsan yox. xəttatlardadır. Yəni onları çıxardıb da burada. Əlbəttə. Yəni dövrün senzurası olub, hər halda ədəbiyyatımızın çox maraqlı bir dedektiv süjeti, bir sirri alimlər üçün çox böyük yemdir bu, çox böyük qidadır. Doğrudan alimlər indi gərək bunu öyrənsinlər. Bir dənə belə amansız sual verərdim hamımıza, dördünüzə də. Ezop dilində yazıb Bəngübadəni realistik yaza bilərdimi? Təpəri çatardımı? Qorxmazdımı? Bax, sualı sizə verirəm, çünki siz onun bir sirrini açdınız ki, orada nəysə çatışmır, demək cavab da oradadır. Bəlkə orada realistik elə təsvir də var. Bu verdiyim sual. Nədən qorxmurdu. Bax, realistik Nə qafil padişahdır, yaza mülk bilərdi, viran məsələn, olduğunu bir dəqiqə, bilməz. yaza bilərdi bu cür. Sultan Səlimlə Şah İsmayılın savaşı. Bu cür açıq aydın yaza bilərdi əsərini. Bilirsiniz, şərq şeirinin qərb şeirindən fərqi əsas ondadır ki, Aha. bu çılpaq sözü demir. Aha. Sözü o qədər bəzəyir ki, o qədər buna bəzəyir, məşşatəli eləyir ki, Bəli. bu dünya gözəli olur. Əsər. Adicə, əsər, yəni bir söz olur dünya gözəli. Amma Avropa şeirinin ən gözəlini götürgünə bu çılpaqdır. Çılpaq. Yəni çılpaq gözəlliyidir. O həm bədəninin fiqurasını göstərən, Yəni eyni çadralı zamanda gözəldir. Gəlin belə deyək. Onda belə çıxır ki, Füzulinin hər bir əsəri o cümlədən Bəngübadı çadralı bir gözəldir. Belə deyək. Bəli. Ləzzəti də ondadır da. Hə. əgər üzdə olan, tutalım, hər bir əzası görünürsə, onun gözəlliyi olmadı ki. O artıq məhəbbət olmadı, məhəbbətin o biri tərəfi oldu. Hicablıdır yəni belə çıxır. Amma gizdində qalan, tapmaca olan insan daha maraqlıdır hamıya. Yəni, hamı bilsə ki, Həmid Elçi kimdir, o maraqlı olmaz. Amma Həmid Elçinin tapmacasını tapmağa çalışan adam həm özü tapdığına görə sevinir ki, mən tutalım ki, Həmid Elçinin bu keyfiyyətini kəşf elədim. Həm də ki, Həmid Elçi gözündə böyüyür ki, gör nə gözəl insan imiş. Maraqlıdır, mənim Bir də razılığım onlar gətirdiniz burada söhbəti. Buyurun. bir kəlmə yerinə düşür. Bir niqari ənbərin xəttir könüllər almağa, göstərir hərdəm niqabi qeybidən ruxsar söz. Vəssalam.
Bax, Füzulinin öz ruhu da, öz misraları gəldi. Bax, bizim bayaqdan tartışdığımız mövzuya çox gözəl cavab gəldi. Mən bu cavabı onun ruhundan gəldiyi fikirdəyəm. Yaxşı, Ezop dilini, məcazı qoyaq kənara. Gələk Leyli Məcnuna. Onun məşhur Leyli Məcnun əsərində burada allegoriyalar yoxdur. Burada artıq realizm var. Başdan ayağa allegoriya. Allegoriya var, razıyam. Ancaq burada artıq nə bəng var, nə şərab var. Yəni simvolistik deyil. Leyli var, Məcnun var. Leyli də Bəli, Leyli simvoldur. gecə deməkdir, bilirəm. Məcnun da simvoldur, hamısı. Hə. Məcazdır, ona allegoriya da demək Bəli, yerinə də ancaq düşmür. gəlir- Bayaq Firdun müəllim deyən kimi o şərq poetikasının özəllikləridir. Bax, indi sizcə, bayaq biz Bəngübadənin sirlərindən danışdıq. Çox yaxşı bir nəticəyə gəldik ki, əsər tam deyil, əsər hələ açılacaq. Bu çadralı gözəl hələ öz gözəl simasını bizə göstərəcək. Yaxşı, bəs Leyli Məcnunda bu sir nədir? Açılmayan, bilinməyən, onun allegoriyaları nədir? Deyin. Kim birinci bax, bu mövzuya girişmək? Kim qılıncını birinci kim sıyıracaq? Qədim dövrlərdə də, orta əsrlərdə də və bugün də şairlər hökmdarları tənqid eləmirlər. Məsələn, Xaqani yaşadığı dövrdə 9 hökmdarı vəsf elədi, məth elədi. Yəni Füzuli nə Sultan Səlimi, nə Şah İsmaili tənqid eləyə bilməzdi açıq şəkildə. Bu bayaqki sualın cavabıdır. Allegoriya Maraqlıdır, yəni şərq ədəbiyyatının öz əxlaqı var. Əlbəttə. Hökmdarı tənqid eləmək olmaz. O ki qaldı Leyli və Məcnuna. Bəli. Füzulinin divanları ümumiyyətlə belə adlanır. Külliyat-ı Füzuli və yaxud Divan-ı Füzuli və yaxud Divan-ı Füzuli mə'ə Leyli və Məcnun. Yəni Füzulinin divanı və Leyli və Məcnun. Füzulinin əlbəttə ən möhtəşəm əsəri, burada da qeyd olundu, Lalə xanım da bayaq dedi. Bizim hamımızda o fikirdəyik ki, Füzulinin ən məşhur əsəri Leyli və Məcnun poemasıdır. Bu poema ümumiyyətlə hər tərəfli düşünülmüş bir eşq macərasıdır. Yəni artıq nə Leyli, nə Məcnun ənənəvi qayda qanunla yaşamaq istəmirlər. Məcnun nə üçün Cünun adlandırıldı? Ona görə ki, Məcnun artıq əvvəlki köhnəlmiş qayda qanunlardan, ənənələrdən kənara çıxmaq istəyirdi və çıxdı da. Buna görə də məhz yəni dövrə münasib olmadığı üçün Məcnun adlandırıldı. Cünun adlandırıldı. Və həmin keyfiyyətləri Füzuli Leyliyə də şamil eləyir. Leyli də öz analarının, yəni nənələrinin yolu ilə getmək istəmədi. Sevdiyi aşıqa qovuşmaq istədi. Yəni burada aşıq və məşuq məsələsidir. Qurtlar Vadisi Pusu teleserialını görmüsünüz hamınız. Onun qəhrəmanları daş kimi əsəblərə, hissiyata malik insanlardırlar. Bu insanlar öz daş hissiyatlarını ancaq Füzuli şeirləri ilə əridə bilirlər. 5000 savcı var ama içlerinde bir tane Leyla var. İşki bir tane de Mecnun olsun. Fuzuli diyor ki, bende Mecnun'dan Füzun'un aşıklık istidadı var. Aşık-ı sadık benim, Mecnun'un ancak adı var. Ya. Siz necə onu aydınlaşdırardınız? Bax, bunun mövzunun davamını necə görürsünüz? Füzuli Leyliyə də, Məcnuna da öz münasibətini bildirir. İndi bir-iki misranın deyəcəm. Ən axırda da onları bir qəbirdə birləşdirir. Yəni cismlərini canlı olaraq yox. Bilirsiniz ki, demək, Leylinin qəbrini açırlar, Məcnunu orada dəfn edirlər də. Yəni bir qəbirdə torpaq olaraq bir-birinə birləşirlər. İnsanın bədəni torpaqdır da, torpaqdan yaranıb və torpaqlar bir-birinə qovuşur. Əslində onların ruhları əbədiyyən bir idi. Leyli demə, Məcnun demə, zülmət içrə bir nur, Leyli demə, cənnət içrə bir nur. Leyli işi işvəvi girişmə, Məcnun gözü yaşı çeşmə-çeşmə. İndi burada biri zülmətin içində bir işıqdır, Məcnun. Amma o cənnətin içində bir huridir, bir mələkdir. Yəni Füzuli bunları belə sıravi insanın çata bilməyəcəyi bir mərtəbədə bir təsvir edir. Amma bütün bunlara baxmayaraq, bunların qüsuru, bunların günahı nə idi? Bunlar bir-birlərini adi insandan çox sevirdilər. Yəni hər şeyin mizan tərəzisi var
Və bu mizan tərəzi əgər pozularsa, biri ağır gələrsə, bir gözü ağır gələrsə, o biri gözü təbii ki, yuxarı qalxacaq, yüngülləşəcək. Burada da məsələ ilk mənada baxanda, ilk gözlə baxanda belə çıxır ki, fərdlərin bir-birinə məhəbbətidir. İki insanın bir-birinə məhəbbətidir. Amma bu deyil. Bu hamısı rəmzdir. Məcnun da rəmzdir, Leyli də rəmzdir. Onların əhatəsində olan insanların hamısı bu rəmzləri qüvvət verən başqa köməkçi rəmzlərdir. Yeganə məna ancaq Allaha olan məhəbbətdir. Yəni, Leyli Məcnun əsərinin özü də elə əslində bir rəmzdir. Hətta mən bayağı dedim allegoriyadır. Allegoriya sözünə biraz haqlı olaraq mənim dostum, qardaşım düz reaksiya verdi. Amma həm də allegoriyadır burada. Çünki burada konkret fərddən asılı olaraq, məsələn, Lev Tolstoy Şekspiri həmişə tənqid edirdi. Bəli. Bilirsiniz ki, Şekspir haqqında Sxematik görürdü onu. Şekspir haqqında ayrıca bir onun kitabı var, əsəri var. Orada deyir ki, Şekspir yazıcı deyir çünki o insanlara adi insan kimi baxmır, rəmz kimi baxır. Mən elə gəlir ki, əgər bu məsələni biraz böyütsəydi və şərq ədəbiyyatından xəbəri olsaydı, bunu Füzuliyə də aid eləyərdi. Əlbəttə onun səhvi olardı, Şekspirə də fikri səhvdir əlbəttə ki. İnsan eyni zamanda rəmz də ola bilir. Və insanın rəmz olmağı yadımıza salaq ki, hurufilərdə Azərbaycan təfəkkürünün bir çox mühüm hissəsini təşkil edən hurufi hərəkatında insanın rəmzə çevrilməyi və insanın sifətində rəmzlərin olmağı və bütün dünyanın rəmz olmağı. Quran-ı Kərim də bildirir ki, Allah Teala öz bəndələri ilə əlamətlər, rəmzlər vasitəsilə danışır. Ona görə də o dövrdə çox böyük əhəmiyyət olub bu rəmzlər. Rəmzlər Allah Taala'nın insana göndərdiyi məktublar şəklində belə qavranılıb. Mən bu dəmdə bir fikir düşdü yadıma. Bütün keçənlərə, böyük alimlərimizə, müəllimlərimizə Allah rəhmət eləsin. Qalanlarına can sağlığı. Mənim gözəl müəllimim var idi, Əl-Fəhmi müəllim. O bizə Füzuli kursu aparanda bir məqama toxundu. Dedi ki, Füzuli İslamşünaslıq, tarixşünaslıq və mətnşünaslıq üzərində araşdırıla bilər. Yəni, Füzuli haqqında mötəbər sözü, dəqiq sözü ancaq bu üç məqamdan keçib demək olar. Məsələ burasındadır ki, biz hələ o qüdrətdə deyilik ki, biz şəxsən bir nəfər bütün həmin o üç məsələni özü özlüyündə aşkar eləyə bilsin və Füzuli sözünün möcüzəsini aça bilsin. Və bəli, Füzuli sirdir. Siz Leyli Məcnunun sirlərini nədə görürsünüz? Leyli Məcnun, Firdun bəlim toxundu. Orada iki gəncin, bütün başqa Leyli Məcnunlar kimi iki gəncin məhəbbəti təsvir olunur. İlk anda, ilk baxışda. Amma orada bayaq toxunduğunuz kimi, dediyiniz kimi doğrudan da rəmzlərlə, simvollarla zəngindir. Füzulinin bütün əsərləri, bütün qəzəlləri rəmzlərsiz, simvollarsız başa düşmək mümkün deyil. Ümumiyyətlə, bu şərq poetikasının özünə məxsus xüsusiyyətləridir. Füzulidə xüsusilə sirlər, möcüzələr aləmidir Füzuli poeziyası. Poemanın başlanğıcında 3 rübai verir, müqəddimə xarakterli. O poemanın şifrəsi deyim, kodları deyim, açılış xarakterli. Onun açımını verən 3 rübai var ki, orada deyir ki, tutsam tələb-i həqiqətə rahi məcaz, əfsanə bəhanəsi ilə ərz etsəm raz. Leyli səbəbi ilə vəsfin etsəm ağaz, Məcnun dili ilə etsəm ishar-ı niyaz. Üzün yaradana, ulu tanrıya tutub bunu deyir ki, mən Leyli timsalında yalnız səni vəsf eləyəcəm, səni məth eləyəcəm. Eyni zamanda Məcnun da Leyli timsalında yalnız səni sevir. Sənə olan eşqini, sənə olan məhəbbətini dilə gətirir. Çox güman ki, mənim fikrimcə, o Rum zərifləri ki var, poemanın yazılmasında səbəbkar olurlar. Buna Füzuliyə üst tuturlar ki, nə olar, sən də bir Leyli Məcnun yaz. Leyli Məcnun əcəmdə çoxdur, ətrakidə ol fəsanə yoxdur. Əcəm aləmində, fars dilində Leyli Məcnunlar çoxdur, amma türk dillərində, türk ləhcələrində Leyli Məcnun yoxdur. Halbuki türk ləhcələrində, türk dillərində Leyli Məcnunlar vardı. O boyda Əlişir Nəvai Leyli Məcnun yazmışdı. Çox maraqlıdır ki, Leyli Nəvainin adını çəymir yeri gəlmişkən Füzuli orada. Nizaminin ustad deyə xatırlayır, onun adını çəkir. Amma Nəvainin adını çəymir. Mənim fikrimcə Füzuli bax buna vurğu vururdu ki orada. Yəni bax o rəmzləşdirilmiş, simvollaşdırılmış türk dilində olan Leyli Məcnun yoxdur. Füzuli ilk dəfə onu yaradır. Siz necə qiymət verərdiniz Leyli Məcnuna?
eşq o zaman eşq olur ki, aşık ve maşuk birbirlerine kavuşmasın. Ve buna göre de eşqe yüksek değer veren Füzuli, bayaq sizin sualınıza göre ben deyirəm, Leyli ve Mecnun'u ne kadar ki sağ idiler kavuşturmadı. Yani vüsal olmadı. Yani onlar ancak o biri dünyada, pak alemde birbirlerine kavuşabilirdiler. Ona göre de Füzuli'nin en büyük remizlerinden biri de eşk meselesidir. Ve eşke onun muhtelif bir yanaşmasıdır. Eşke bütün o remizlerden daha üstün mevkide yanaşmasıdır. Ve ben umumiyetle onun bu Leyli ve Mecnun payyaması bütün Leyli Mecnunlar arasında formaca muhtelif, mezmunca tahminen eyni eserdir ve onu güzelleştiren esas formasıdır. Siz necə deyərdiniz? Doğrudan da bu Leyli Məcnunu, bax yenə də dediniz ki, o gizlindir. Təzə bir baxışla, təzə bir təfəkkürlə Leyli Məcnunu bugün biz necə oxumalıyıq Firidun bəy? Leyli Məcnunun yazılma tarixini Füzuli necə deyir? Tarixinə düşdülər müvafiq, bir olmaq ilə ol iki aşık. Aşık sözünü iki dəfə yazırsan, və üstə gəlsən bir olmaq ilə ol iki aşık. Sözə bax ha. Sözü doğrudan da qəbirə iki aşık qoydular, bir oldular da. Eyni zamanda aşık sözünü iki dəfə yazsa Necə mükəmməl ifadə. və üstünə də bir gələndə bu əsərin bunun əbcəd üsulu ilə hesablayanda 471 alınır aşık sözü. Aşık 471 üstəgəl 471 eləyir 942 və üstünə də bir gələnə 943. Bu əsər deməli hicri tarixinin 943-cü ildə yazılıb. Yəni tarixin elə adicə tarixini gör necə gözəl verdi. Bütün beytləri belənçinə açılmağa layiq bir əsərdir. Sizcə nə qədər bu cür sirlər, sehirlər var əsər Leyli Məcnunda? O qədər Quran-ı Kərimin ayələri ilə, Peyğəmbər hədisləri ilə, imamların hədisləri ilə səsləşən və onların mənasını aça bilən bir əsərdir. Yəni genişliklə bu şəkildə biz onu tədqiq edə bilərik. Bizim dövrdə kitab oxuyan varsa, bir də təzədən oxusunlar. Təzədən oxusunlar. Ben bir əlavə eləmək istəyirəm. Deyir, gər mən isəm, nə sən ey yar. Gər sən isən, nəyəm mən izar. Yəni ikimiz birik. Bu əlbəttə yar dedikdə Allah'ın... Yəni vəhdət. Vəhdəti vücud. Böyük bir. Vücudun birliyi. Bəli. Vücudun birliyi. Əzizə Cəfərzadə Aləmdə Səsim Var əsərində Seyid Əzimin dilindən belə bir ifadə işlədib. La şairə illə Füzuli. Yəni Füzulidən başqa şair yoxdur. Seyid Əzimin dilindən belə bir səslənir. Sözün sahibi kimdir? İlahi yoxsa şair? Füzuli özü deyir ki, hansısa divanın dibahçəsində indiyək yadımda deyil, özü deyir ki, söz şeir ilahinin insan qəlbinə, şair qəlbinə bəxş etdiyi bir feyizdir. Onun nəticəsidir ki, insan onu şeirə çevirə bilir. Sözün verilən bu məqamından istifadə edərək, mən ümumiyyətlə bütün bu söhbətimizin qüvvəti olaraq onu demək istəyirəm ki, Həmid müəllim, bayaqki söhbətə qayıdıram, şərq poetikasının o özünə məxsusluğuna, incəliklərinə, yəni Füzuli çılpaq obrazı heç vaxt verməz. Onda Füzuli olmazdı o. Füzuli heç vaxt bayaq haqqında çox geniş danışdığımız Bəngübadədə olduğu kimi hər iki hökmüdarı adıyla əsərə gətirməzdi. Onda o Füzuli olmazdı. Və Füzuli əgər belə eləsəydi, onun Bəngübadə əsəri Şah İsmail'lə Sultan Səlimin müharibəsi, qarşılaşması, münaqişəsi haqqında yazılmış yüzlərlə romanlar kimi onun da əsərinin ömrü o qədər olardı. O yüzlərlə romandan fərqli olaraq Füzulinin Bəngübadəsi əsrlərcə indən sonra da yaşayacaq. Yaxşı, bu söz, bizim sonuncu sualın cavabını mən istəyirəm. Kimdir sözün sahibi? Şair yoxsa ilahi? Çünki qədim ərəblər, İslamdan əvvəlki ərəblər İmrül Qeys adlı çox məşhur bir şair olub. Həmişə o fikirdə deyirlər ki, sözün sahibi şairlərdir. Xüsusən də İmrül Qeysi göstərirdilər. Ancaq Quran-ı Kərimdəki Şuara surəsindən sonra, ondan sonra bu sözü heç kim deyə bilməzdi. Söz candır əgər bilirsə insan. Sözdür ki, deyirlər özgədir can. Füzulinin öz sözü. Əlbəttə ki, Allah Teala insanın qəlbinə ilham bəxş edibsə, onun sözü də ilahiyanə olacaq. Allaha xoş gələn söz olacaq.
Qurani-Kərimdə Allah Teala Məhəmməd əleyhissalama ünvanlanan bəzi təbirləri rədd eləyir. Deyir ki, o şair deyil, o sahir deyil, o məcnun deyil. Bəli. Yəni şeir yazmaq onun şəninə layiq deyil. Bəli, var bunlar olmuş. Bəli. O peyğəmbərə layiq olmayan məcnun sözü əslində peyğəmbərin yolunu tutub gedən bir irfan sahibinə ünvanlandı və Leyli Məcnun dünyaya gəldi. Əlbəttə ki, sözün sahibi Allahdır. O sözün böyük hissəsini Allah sevən bir insanın qəlbinə oturdubsa, Füzuli yaranır. Kimdir sözün sahibi? Sözün sahibi ilahidir. Neye göre? Aha. İlahi peygamberlere vahiy verir. Şairlere ilham. Ne için şair tutaq ki musiki besteleyebilmir? Veyahut ressam ne için bestekar olabilmir? Yani bunlar seçilmiş insanlardır. Her adam şiir yazabilmez, her adam resim çekebilmez ve her adam bestekarlık eleyebilmez. Şair de sözü bedaheten değilse eğer o söz olmur. Düşünce terziyle değilen söz sözdür. Hemin düşünceli sözün de müellifi ve sahibi Allah Teala'dır, ilahidir. Siz necə düşünürsünüz? Azərbaycan ədəbiyyatı, şeiri bir daha Füzuli yetiştirəcəkmi? Ben düşünürüm ki olacak. Çünkü Füzuli'den evvel hiç kim diyebilmezdi ki Füzuli olacak mı? Nizami kimi büyük dahi deyir ki benden sonra söz kurtardı. O lovğalık eləmirdi. Orada tekebbür yok idi. Öz şairliğine o derece inanırdı ki deyirdi söz benimle kurtardı. Füzuli de biz diyebilmerik ki söz Füzuli'yle kurtardı. Ola bilsin ki gelecek esirlerde haçansa başka bir Füzuli peyda olacak. Başka adda, başka eserler Zəkiullah müəllim, siz də əlavə edirdiniz. Mənim fikrimcə Füzuli bir də heç vaxt yaranmayacaq. Nə qədər pessimist görünsə də bu fikir. Çünki Füzulinin, ikinci bir Füzulinin meydana çıxması üçün Füzulinin yaşayıb yarattığı tarixi obyektiv şərait yaranmalıdır. O da heç vaxt olmayacaq. Füzuli ərəb dilin, fars dilin, Azərbaycan türkçəsinin, bir çox türk dillərin mükəmməl şəkildə bilirdi və o dildə olan elmi məxəzlərə hamısından yaxından bələd idi. İndən sonra bu müasir zamanımızda belə bir dövrün yaranmasına mən şübhə ilə yanaşıram. Gəlin inanaq ki, bax bizim bu şeirimizin, qəzəl janrımızın 3 dənə sütunu var. 4-cü sütuna da ehtiyac var, onda beyt yaranır, ev yaranır. Və ümid edək ki, doğrudan da Füzulidən başlayan və yaxud Füzulidə davam edən, həmişə davam edən Azərbaycan ədəbiyyatı bir gün həqiqətən o 4-cü sütununu tapacaq. O 4-cü sütunu ucaltmağı mən bizim xalqımıza, ədəbiyyatımıza rəva görürəm, məsləhət görürəm, gözləyirəm o 4-cü sütunu. Şükür ki, o sütun sözsüz ki, gələcək, inşa ediləcək. Füzulidən sonra bir Füzulinin gəlmək eşqi ilə bugün biz sizinlə xudahafizləşirik. Sağ ol.